Salam Orxan müəllim. Salam, salam. Necəsiz? Minnətdarsınız. Yaxşı. Axşamınız xeyir. Dostlar, qeyd edim ki, bizdən hazırda canlı bağlantıda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, 30 saylı vəkil bürosunun rəhbəri Ramil Vəliyevdir. Eyni zamanda mediator Türkər Əliyevdir və qeyd edim ki, birazdan digər vəkil dostumuz Mirdamət Qədirli də qoşulacaq. Elə ilk öncə istəyirik ki, Ramil müəllim, sizdən başlayaq. Bax, cinayət hadisəsini bir analiz eləyək, bir şərh eləyək. Sizin fikirlərinizi alaq. Baxın Orxan bəy, bizim burada nə qədər analiz eləməyimizdən asılı olmayaraq, yəni qiyməti yenə də hər bir halda məhkəmə verir. Kənardan işin içində olmadan qiymət vermək, sadəcə o bir dənə video görüntüyə baxıb demək ki, xanımın orada günahı var, yoxsa təqsiri yoxdur. Yəni o asan bir şeydir. Amma işin içində olan sübutlar, ekspertiza rəyi ola bilsin ki, tamam fərqli bir formada tərtib olunmuşdur. Reallıq başqa cür ola bilər. Amma sadəcə bir dənə görüntü əsasında orada demək olar ki, hər iki sürücünün əməlində yol hərəkəti qaydaları pozulmasını müşahidə etmək olar. Ramil, məndə olan məlumata görə ilk dəfə sizə müraciət olunub bu iş. İstərdim o tarixçiyə toxunasınız. Müraciət edəndə sadəcə məsələ ilə bağlı bir telefon danışığı olubdu. Sonrasında indi üzürlü səbəblər var idi. İndi onu, mənim özümün həm də xanımın desən görüşümüz alınmamışdı. Bu məsələni ümumiyyətlə açıqlayaq da, yəni Buyurun. Maşının evi gəlməsi, manevr, çünki ittiham vaxtında deyilir ki, manevr eləyir və manevr eləyərək qəzaya düşür Amal Məlikov. Siz necə düşünürsünüz ümumiyyətlə? İstədim bu fikirlərinizi bildirəsiniz də. Mövcud olan qanunvericiliklə yol hərəkəti haqqında qanunda sürücülərin üzərinə öhdəlik o qədər qoyulub ki, yəni sürücü hər bir halda istənilən manevr edəndə, istənilən hərəkət formasında maksimum təhlükəsizliyi həm özünün, həm digər sürücülərin təhlükəsizliyini nəzərə almalıdır. Orada xanım dönmək işığından istifadə edir. Amma yenə də ki, qanunu göstərir ki, hər hansı bir manevr edərkən digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini əmin olmaq lazımdır. Arxadan digər maşının hərəkət edərkən sürətinin çox olmağı düzdür. Yol nəqliyyat hadisəsinin ağır nəticələrə səbəblərindən biridir. Amma onu da bilmək olmaz ki, İlduza xanım orada manevrə etməsəydi, o dönmək məsələsindən gedir söhbət. Onu dönməyə başlamasaydı, o digər nəqliyyat vasitəsi bu qəza ilə nəticələnir yoxsa yox, onu da bilmək olmaz. Amma onun hərəkətinin itirilməsinə səbəb ola bilər. Yəni o arxadan gələn sürücü ola bilsin ki, düşünüb ki, xanım öz yolundan gedəcəkdir və sürətinin çoxluğundan düşünüb ki, manevri olduğu kimi həyata keçirdib yoluna davam edəcəkdir. Mirdamət mənim də qoşuldu. Axşamınız xeyir bir daha. Qeyd edim ki, Mirdamət müəllim isə 28 saylı vəkil bürosunun vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. İndi az öncə Ramil müəllim toxundu bəzi məqamlara. İstərdim ki, Mirdamət müəllim, siz də toxunasınız. Yəni, ittiham vaxtında müəyyən məsələlər var ki, toxunulub. Amma vəkillər də kifayət qədər vəsadətlər verir. Ümumiyyətlə, elə hamınıza bir sual verim də, yəni vəsadətlərin təmin edilməməsini nəyinə əlaqələndirmə olar? Elə sadə bir sualda niyə təmin edilmədi? Bu qədər vəsadət verildi. Yəni əsaslı vəsadətlər idi. Yox, onun Orxan bəy, siz əsaslı olub-olmadığını deməyiniz düzgün olmazdı. Məhkəmə qərar verirsə, əgər vəsadət verilibsə, onun əsaslı olub-olmadığına münasibətdə onu təmin edir və yaxud da rədd edir. İndi sözüm sizə biraz səhv başa düşməyin deyəcəyim. Hüquqşünas deyirsiniz, düzdür. Məhkəmələrdə yetərli qədər iştirak edirsiniz, məhkəmə proseslərində iştirakınız var, təcrübə var. Amma yəni məhkəmənin vəsadətlər əsaslı idi və məhkəmə bunu
əsas olmadan rədd edibdir, deməyimiz düzgün olmazdı. Məhkəmə hər bir halda indi yəqin ki, zəruri bilməyibdir. Amma yenə də ki, biz onu dəqiq deyə bilmərik ki, məhkəmə niyə zəruri bilməyibdir. Bildiyim qədər iş üzrə avtotexniki ekspertlərin rəyi var və bugünkü gündə mövcud vəziyyətdə iş məhkəmə istintaqı yekunlaşıbsa və həmin ekspertsə rəyi qüvvədə olduğu müddətdə, yəni deyilə biləcək odur ki, böyük ehtimal ittiham hökmü çıxacaqdır. Mən də qoşuluram Rami müəllimin sözünə. Doğrudan da elədir. Belə baxanda praktik cəhətdən, yəni təcrübə baxımından artıq o görünür ki, bu iş ittiham hökmünə doğru gedir. Niyə? Çünki biz həmişə Orxan bu işi də müzakirə edəndə mən deyirdim ki, bir həftədən bir proses salmaqları o özü də nətər demişdim, ildırım sürəti ilə. Yəni artıq ittiham hökmünə doğru gedir. Amma qaldı vəsadətlərin təmin olunub-olunmamasına o məhkəmənin konkret olaraq yəni səlahiyyətidir. Amma mən bir hissədə Rami müəllimə qatılmıram. Yəni vəsadətlər həqiqətən də əsaslı idi doğrudan Orxan demişkən. Çünki kompleks ekspertizanın təyin olunması ilə bağlı əsas vəsadət o idi. O təmin olunur. Məsələn mən onu gözləyirdim ki, onu bəlkə də təmin edin. Düzdür, orada misal üçün hal şahidinin orada olub-olmamasına bağlı vəsadət verildi. Təbii ki, bu ittihamı dəyişməz. Hal şahidi orada oldu, olmadı. Yəni bu verilən ittihamı dəyişmir. Amma ki, kompleks məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının təyin olunmasına bağlı vəsadət həqiqətdə də təmin olmalı. Nə səbəbə təmin eləmədi məhkəmə? O həqiqətən də biz bilmirik. Amma yəni ən əsas vəsadət o idi, o da təmin olunmalı idi. Hansı vəsadətin təmin edilməsi bu işin elə sınmasına gətirib çıxarardı? Elə bax o. Yox, həmin vəsadətdən gedir ki, avtotexniki ekspertlərlə bağlı yenidən araşdırma aparılardı. O da o halda aparılır ki, əvvəlki ekspertlər rəyin qarşısında qoyulmuş suallara tam cavab verilməyib və yaxud da ki, işin halları təhrif olunmuş formada ekspertə təqdim olunubdur. O halda məhkəmə təzədən avtotexniki ekspertlərini təmin etməli idi. Bax, mən belə deyim də, keçən dəfə də Orxan sizin yayında da dedim onu. Ümumiyyətlə, ekspertizaya sənəd təqdim olunanda orada ekspert qeyd edilir ki, istintaqın təqdim etmiş olduğu sənədlər əsasında. Yəni, tutaq ki, istintaq hər hansı bir şey istintaqın gözündən yayına bilər və yaxud da ki, istəməz ki, o hissəni versin, o hissəyə aydınlıq gəlsin, o hissəsi qala bilər. Bu nöqteyi nəzərdən elə bu ən əsas vəsadət o idi ki, yəni, kompleks ekspertiza o da təmin olunsaydı, düşünürəm ki, işin müqəddəratı həll olunardı. Ümumiyyətlə, bu cinayət işi ilə bağlı deməli 3 hal daha çox müzakirə olunur. Şikayətçinin, yəni şikayətin olması, yəni nəsə bununla barışığa gedilməməsi və hadisə yerindən qaçma. Məsələn, bu məsələlərə belə toxunur. Yəni bu məsələlər 264-dəki, yəni məhkəməyə deyəsən gedəndə artıq verilib bu. Bu 264-ün olması nə dərəcədə? Dünən Hikmət Əliyev ona ətraflı cavab verdi. Yəni o işin o hissəsində Hikmət Əliyev daha dəqiq bilirdi. Çünki işin içində odur və o qeyd elədi ki, hansı ki o özü belə deyək də Arzum ləqəbli İlduza Hacıyeva özü də xəstəxanaya müraciət edib və onunla bağlı tibbi sənəd də alınıb istintaqa təqdim olunub və yaxud da istintaqın vermiş olduğu məktub əsasında o sənədlər götürülüb. Yəni, lakin istintaq belə qənaətə gəlib də. Yəni, əslində yol nəqliyyat hadisələrində hər zaman belədir ki, o yayınma deyilir də biz, hadisə yerindən qaçma. Yəni, sürücünün vəzifələri var da, sürücü üzərinə düşən vəzifələri yerinə yetirmədikdə artıq hadisə yerindən qaçmanı istintaq ittihamda verə bilir. Yəni, o da bilindiyi kimi də yəni, təcili tibbi briqadasına ora çağırılmamasıdır, polisə məlumatın verilməməsidir və yaxud da ki, mən keçən dəfə öz icraatımda olan işlə bağlı misal çəkdim. Mənim işin icraatımda olan bir işdə şəxs özü orada ola-ola özün gizlətmişdi. Yeri gəlsə də skoruya adamı qoyanda da kömək eləmişdi. Amma yenə də ona yayınma vermişlər və məhkəmə də o həmən yayınmanı əsas saydı. Onun hökmü də çıxdı, apellyasiyada qüvvədə saxladı. Yəni, ona görə sürücünün sürücülük vəzifələri var da, yəni o vəzifələr mütləq qaydada icra olunmadı. Olunmadığı təqdirdə yayınma, yəni hadisə yerindən qaçma ilə o demək deyil elə. Vurdun, qaçdın, xeyr. Özün orada olub, özünü gizlədə də bilərsən, bildirməyə bilərsən, bu da yayınma sayılır. Bugün məhkəmə təxirə salındı. Çox adamlar yəni müəyyən buna bir don yedirirlər də. Yəni vəkillər gəlmədi. Ümumiyyətlə bu məhkəmənin təxirə salınması bir təqsirləndirilən şəxs üçün belə deyim də yaxşı əlamət kimi saymaq olarmı?
Bir dənə ona mən biz cavab verim. Mən də gördüm Orxan səhər yayınında gördüm altdan yazırlar ki, vəkillər bilərəkdən gəlmədi. Mən amma əslində elə düşünmürəm. Çünki hər iki vəkil peşəkar vəkildir. Yəni ikisi də savadlı vəkildir. Mən düşünmürəm ki, onlar məhkəməni yəni ələ salsınlar və yaxud da ki, gəlməsinlər. Çox güman ki, o üzürlü səbəbləri olub, amma indi hansı ki, indiki dövrdə üzürlü səbəbinin nə olduğunu bilmirik. Yəqin ki, yaxın zamanda bilinir. O üzürlü səbəblər olduğu təqdirdə məhkəmə təqsirlənən şəxsin müdafiəçisi olmadığı təqdirdə təxirə salınır, yəni keçirilə bilməz. Rəhman bəy öz fikrini bildirər. Yox, bildiyimiz qədər Fərid müəllim həm də vəkillikdən əlavə bir müəllimlik peşəsi də var. Ola bilsin ki, bəlkə onunla bağlı nəsə üst-üstə düşübdür. Eyni zamanda böyük ehtimal indi Hikmət müəllimdə də üzürlü bir səbəb olmuşdur. Və yaxud da ki, məhkəməyə qabaqcadan böyük ehtimal məlumat verilibdir ki, məhkəmədə iştirak edə bilməyəcəklər. Amma hər bir halda vəkillərin iştirakı olmadan məhkəmə keçirilə bilməz. İstər bu məhkəmədə, istər növbəti məhkəmədə də yenə də vəkillər iştirak edə bilməsə, məhkəmə məcbur təxirə salmalıdır. Bəs ola bilərmi ki, ayın ikisi də Ulduzə desin ki, mən də çıxış üçün hazır deyiləm? Bəli, Çıxış yox, son sözə vaxt istəyə bilər. vaxt istəyə bilər. Bu qanverisiya necə ya şeydir? Çünki başı ağrıda bir də görürsə deyir ki, saat vaxt verir sizə. O tənəffüs. Yox, o hüquqlarının məhdudlaşdırılması deməkdir. Şəxsin son sözə hazırlaşmağından ötürü. İstər vəkilin çıxışına hazırlaşmaq, istərsə də təqsirlənən şəxsin son sözündən bağlı vaxt istəməyi onun hüququdur. Yəni onu məhdudlaşdırmaq müəyyən bir vaxt çərçivəsində 1 saat, 2 saat o hesab edirəm ki, onun hüquqlarının pozulmasına səbəb ola bilər. Məntəqə tipinin olması sizcə real görsənir bu işdə? Məhkəmənin müşavirət otağında qəbul etdiyi qərardır. Əlbəttə ki, olmur ki. Hansı halda məsələn belə fikirləşmə olar ki, bu məntəqəyə tipli gedir artıq? Orxan, bir dənə mən deyim birinizdən onu ki, ümumiyyətlə yol nəqliyyat hadisələrində bir mənalı olaraq barışıq böyük bir faktordur da barışıq. Yəni bu mütləq qaydada olmalıdır. Yəni barışıq olduğu təqdirdə aydın məsələdir ki, o cəza görünür. İndi barışıq olmadığı təqdirdə yenə də deyirəm, o məhkəmənin sırf səlahiyyətidir, müşavirət otağında qəbul etdiyi qərardır. Onunla bağlı bizim fikir bildirməyimiz düz çıxmaz. Amma məhkəmə təcrübəsindən, ümumiyyətlə təcrübədən baxanda barışıq olmadığı təqdirdə məntiqə tipli cəza çəkmələrin cəza çəkmə müəssisəsinə göndərilməsi də şəxsin barəsində məntiqə cəza çəkmə müəssisəsindən bağlı hökm çıxarılması ret-qiletli hallarda olub. Orxan müəllim, salam. Necəsiz? Dəyərli vəkillərimizi də salamlayıram mən. Təbii ki, bu salam. Demək, bu həqiqətən bu mövzu çox belə aktual bir mövzuya çevrilib. Birinci, təbii ki, heç kim istəməz ki, 4 uşaq anasıdır, tutulsun və s. bu problemlərlə üzləşsin. Heç kim istəməzdi, yəni belə bir hadisə başına gəlsin. Amma qarşı tərəfdə təbii ki, başa düşürük. Bizə arzum, yəni İldizə xanım bizə də müraciət eləyəndə barışıq üçün, yəqin ki, bilirsiniz ki, mediatorlar barışıqlar edən yəni təşkilatıq, mediasiya şurası olaraq biz barışığa həqiqətən də demək olar ki, dəfələrlə cəhd eləmişik. Barışıq mütləq idi bu mövzuda. Dəyərli vəkillərimiz də yəqin ki, məndən razılaşacaqlar. Çünki burada barışıq olsaydı, birinci elə hakimin içəridə soruşduğu birinci söz barışıq var, getmisiniz, bir uzlaşmaya gəlmisinizmi zərər çəkənlə, yəni rəhmətə gedənlərin ailəsi ilə? Bunlar həqiqətən önəm daşıyırdı. Biz bunları düzün desəm çox çabaladıq. Qarşı tərəflə hətta danışdıq. Yəni hər tərəflə Sənibər xanımın yəni maması ilə dəfələrlə telefon bağlantısı qurdum, dəfələrlə danışdım. Mən təbii ki, onu da başa düşürəm, onu da qınamıram. Həyat da düzdür, başına çox böyük bir faciə gəlib. Həm qızı elə bir vəziyyətə düşdü, həm kürəkəni idi. Dəfələrlə danışanda təbii ki, o da dedi ki, mənim inanın ki, heç istəməzdim ki, belə bir hadisə baş versin. İstəməzdim ki, deyir, biz Arzum xanımla, yəni İldizə xanımla şikayətçi olaq. Sadəcə bəzi səbəblərdən dolayı o şikayəti, yəni 6 ay sonra bilirsiniz də, yəqin ki, şikayətlərini verdilər, şikayət elədilər. Çünki həmin dəqiqə şikayət eləməmişdilər. Ondan sonra isə şikayətlərini başladılar artıq verməyə və rəhmətli Amalın anası da o zaman başladı şikayətləri verməyə. Amma Sənibər xanımın anası çox yaxşı insandır. Orxan müəllim dəfələrlə
mən onunla telefon bağlantısı qurmuşam. Dəfələrlə onunla danışmışam ki, barışıq eləyək. Nə lazımdır, köməklik eləyək. Necə lazımdır, biz sənin tərəfindəyik. Hər tərəfli, yəni sənə dəstəyik. Sadəcə bu məsələdə, yəni 4 uşağın anasını elə bil ki, bağışlayın da, yəni belə bir vəziyyətə gəldik. Amma yenə də cəhd elədik, alındıra bilmədik. Bəzi məsələlər oldu, biraz yəni video görüntülər oldu, bəzi məsələlər oldu. Orxan müəllim, siz məndən yaxşı bilirsiniz, zaten yayılmış videolarda və s. Biz onu bacara bilmədik. Amma dəfələrlə danışdıq ki, bir şey eləyək ki, bu barışıq olsun. Miri müəllim də yəqin ki, məndən yəni birlikdə düşünəcək ki, həqiqətən barışıq çox önəm daşıyırdı. Bunu bacara bilmədik. Bir mediator olaraq əlimdən gəldiyi qədər eləməyə çalışdım, eləyə bilmədim. Yəni çətin bir məsələdə yəni iştirak elədim, amma belə bir vəziyyətlə uğraşdıq da yəni. Ümumiyyətlə bu əvvəldən barışıq olmayıb bunlarda. Sizə məsələn gələndə Mənə gələn birincisi bunlarda barışıq olub, düzün desəm. Yəni bunu Arzum xanım da bilir. Yəni ki, dəfələr bunlarda birinci barışıq oldu. Barışıq necə oldu? Yəni şikayətçi olmadılar. Düzdür, Sənibər xanım çox ağır bir travma keçirdi. Demək olar ki, qulaqları demək olar ki, işləmir, problem yaşayır. Hal-hazırda da bilirsiniz də yəqin ki, həkim nəzarətindədir. Bunları bilirik, yəni. Arzum xanım da bilirdi bunları. Amma bilmirəm, onların arasını mı vurdular, necə bir şey mi oldu, nə oldu mu anlamıram, yəni mən də orasını. Yəni Sənibər xanımın anası onu dəfələrlə mənə dedi ki, Türkər xanım biz də istəmirdik əslində şikayət eləyək. Biz də istəmirdik, amma bir dəfə qapımıza gəlmədi. Bildiniz necə? Bir dəfə bizə üzrxahlıq eləmədi. Bir dəfə bu şey... Mən bilirsiniz, Arzumu da qınamıram və Arzumun da ətrafındakılar bəlkə deyib getmə, sənin günahın yoxdur. Başa düşdünüz necə? Yəni əslində Arzum deyir, mən suçsuzam, günahsızam. Bəli, özünü günahsız və suçsuz sayır da. Çünki video görüntülərdən 3 ekspertizə mən bilən, əgər düz bilirəmsə, yəni siz də yəqin ki, mənlə razılaşacaqsınız. Orada Arzumun suçlu olduğunu qeyd edir. Ekspertizanın rəylərini deyirəm. Amma o özünü suçsuz sayır. Yəni, amma lap suçsuz da olsaydı, kaş gedərdi o qapıya. Kaş yəni ki, necə deyim, Sənibər xanımla anası ilə razılaşardılar. Onlar Sənibər xanımın anası heç də istəmirdi, qətiyyən. Heç bir şey. Sadəcə dedi ki, mən istəyirdim ki, gəlsin, yəni qapıma üzr istəsin, desin oldu, bitdi. Yəni biz onu deyir bağışlayacaqdıq Türkər xan. Yəni mənə özünün dediyi sözü deyirəm. Yəni belə bir vəziyyət, yəni çalışdıq, eləyə bilmədik də, yəni nə bilim, əlimizdən gəlmədi. Hər şey eləməyə çalışdıq, olmadı. ümumiyyətlə Rahman, bu ekspertizanın rəylərlə tanışsınız yoxsa? Yox, o barədə məlumat yoxdur. Yəqin ki, yol nəqliyyat hadisəsində xanımı təqsirkar biliblər ki, vəkillər onun təkrar ekspertiza keçirməsini tələb edirlər. Məsələn, burada belə bir şey var, deyir ki, o dayanmadan keçmək qadağandır, üstünlük yolu nişanının tələblərinə əməl etməyərək sola manevr edib dönmək üçün əks istiqamətli hərəkət solanı çıxıb. Qanun anonsda manevrə başlamamışdan əvvəl digər yol nəqliyyat iştirakçılarının təhlükəsizliyinin əmin olmalıdır sürücü. Baxıram mən, onu toxununda, yəni necə olmalıdır əslində? Yəni yol sənindir, elə sən istənilən halda o pavarotingi yandırıb, yəni dönməlisən, yoxsa... Yox, dönmə işığı... Bu hərəkəti qanunda... Dönmə işığı hərəkət üstünlük vermir. Qanunda yol hərəkəti haqqında qanunda qeyd olunub bu. Manevrə başlamamışdan əvvəl sürücü digər sürücülərə üçün təhlükə var yoxsa yox onu analiz etməlidir. Və orada görüntüdə əslində görsənir, xanım dönməni yandırır, amma o həmin yerdə dayanması deyəsən müşahidə olunmur. Dayanıb arxadan və yaxud da qarşıdan nəqliyyat vasitəsi gəlib gəlmədiyini müşahidə etmək. Bəli, əslində bir ad elə bir ki, döngə eləyir. Bəli, sürtünmə deyilənlərə görə var, sürtünmə kimi bir şey var.
qəzanın baş verməyi üçün tək orada maşınların toqquşması vacibiyyəti deyil. Ki o xanımın maşınına dəydi, ondan sonra getdi qəza baş verdi. Yəni qəza şəraiti yaratmaq və yaxud da sürücü üçün təhlükə yaratmaq artıq onun özü pozuntu hesab olunur. Ramil müəllim və bir dənə də video var. Bilmirəm bunu bilirsiniz yoxsa yox Orxan müəllim. Dediklərinə görə o videonu hələ ki görməmişəm mən. Sadəcə bir video var ki, demək rəhmətlik Amal müəllim uzaqdan gələ-gələ dalni işıq deyilən bir şey var. Belə bir şey var. Bəli. Yox, görüntüdə paylaşılmış görüntüdə düzdür. Orada uzaq vuran işıqlardan istifadə olunması görsənmir. Çünki o olsaydı xanımın maşının üzərində o görsənərdi ki, yəni dediklərinə görə ki, o dalni işıqla 2-3 dəfə marqat olunub, yəni görünməyib və bu tərəfdən mən də o videoda yəni onu düzün desən tam başa düşmədim. Yəni düzünü deyim, amma yəni bəlkə bilmirəm, bəlkə də var imiş, bilmirəm. Orxan müəllim Dövlət qeydiyyat nömrə nişanlarının üzərində işığın əks olunması var. Əgər orada uzaq vuran işıq olsaydı o görsənərdi. O da var, düz deyirsən. Amma yəni sürtünmə kimi bir şey deyil. Siz dediyiniz kimi sürtünmə ilə o boyda şey ola bilməz və mən bildiyimə görə insanlar deyilənlərə görə deyirlər ki, rəhmətli Amalın sürəti 150-dən çox olub və s. Amma siz mən bilən mənə olan məlumatlar və dolğun məlumatlara görə bilirəm ki, 110 olub sürəti. Yəni mən bildiyimə qədər belə olub. Yəni mən bilmirəm o 110 sürəti ilə elə gəlmək olurmu, olmurmu Ramil müəllim? O biraz orası yəni o həmin sürücünün də yol hərəkəti haqqında qanunun tələblərinin pozduğunu göstərir ki, sürət həddini aşıbdır. Amma qəzaya səbəb onun həm sürət həddi, həm də orada təhlükə yaranması hər iki hal mövcuddur. Bəli. Ona razıyam, amma yəni məndə olan məlumatlara görə ki, deyilənlərə görə 110 olub. Amma onu hər hansı bir ekspert müəyyən edə bilməz ki, onun sürəti məsələn indi 110 deyirsiniz, onu dəqiq bilmirik. 110 olub və yaxud da 60 olsaydı və yaxud da 200 olsaydı bu hadisə baş verərdi yoxsa yox və yaxud da ki ölümlə və digər o şəxsin ağır xəsarət almaqla nəticələnə bilərdimi? Yəni onu orada bu ağ maşının üstünə getsəydi, İldüzə xanımın üstünə getsəydi, mən düşünürəm Çanqan avtomobilidir o. Mən düşünürəm ki, o çox pis vəziyyətə qalardı. Yəni bəlkə də İldüzə xanıma bir şey olmuşdu onun içəridəki. Üstünə getmə ehtimalı yəqin ki olmayıbdı. Çünki orada video görüntüdə arxadan həmin şəxsin sürdüyü maşının artıq ötməyə başladığını göstərir. Yəni çünki İldüzə xanımdan eyni belə deyək istiqamətdə deyil. O artıq manevrə başlayıb əks yola çıxıbdı. Orada yerdə işıqları düşüb onun. Bəli, mən də bilirəm, amma yəni çox maraqlı bir məlumat əldə elədiyimə görə, dediklərinə görə uzaqdan dalniləri yandırıb, marqaçdı eləyib, 110 da sürəti olub. Yəni bunu içəridən yəni mən deyildiklərinə görə bilirəm, amma 110 da elə olmur düşünürəm. Çünki videoda yəni çox sürətlə gəlir. Yenə də nə demək olar? Təbii ki, burada qınayanlar var ki, avtoş olub. Baxın, yazırlar Orxan müəllim. Avtoş olub, ay əvvəlki videolar var. O deməkdir ki, yəni bu vətəndaşa, bu bir ananın evladına nəsə olmalıdır. Yəni mən onu başa düşə bilmirəm. Nəyinlə qınayırlar? Mən o başa bilirəm. Lap avtoş olub, lap sürətlə o vaxtlar sürüb, videoları var. Amma o demək deyil ki, o rəhmətə getməli idi. Bunu yəni düzgün vurğulamırlar yəni. Onu yazanlar əksəriyyəti, baxın, düzgün mövqe seçmirlər. İldüzə xanımın təqsiri olmadığını, İldüzə xanımın yanında olmaq istədiklərini, ona kömək məqsədindən onu yazırlar. Amma başa düşmürlər ki, o zərərçəkmiş tərəfdə qıcıq yarandırır. Qıcıq yaradır, eynən, bəli Ramil müəllim, çox qıcıq. Yəni inanın ki, bəlkə barışığa gedə bilər. Tərəflərin arasındakı münasibəti daha da gərginləşdirir. Barışığın alınmamasının səbəblərindən biri də odur. Yəni kaş ki, yəni Arzum xanımın yanında 10 nəfər olardı. 10 nəfər. Amma düz adam olardı. Bəli, samballı adamlar, həqiqətən savadı, intellekt səviyyəsi yerində olanlar, müzakirəni də elə format eləyərlər. Artıq bu günləri məhkəmədə elə bir şey dedilər ki, da elə şeyləri müzakirə edirlər. Çünki kim olur? Mən kayıtları göstərdim balı. Bunların nə jurnalistik anlaşır, nə hüquqşünaslığı. Bunlar nəyə şey edirlər? Çox belə dilettant insanlar da konkret.
Ya düzgün deyil, keçmişi ilə vurmağa çalışırlar. İnanın ki, bu Amalın anasında çox böyük əsəb hissləri yaşayır. Bu o mən bilirəm, yəni mənim xəbərim var. Həqiqətən bu şeylər, yəni qınamaqlar, videoların çıxardırlar rəhmətliyin. Düzgün deyil, valla deyil, dəyərli vətəndaşlar deyil. Eləməyin belə. Ondan sonra iki tərəfə dəstək olun. Bəlkə barışıq elədilər. Ayın ikisinə qədər bəlkə nəsə oldu. Düz demirəm Orxan müəllim. Hər günü bir hökmü var. Atasının gəlməsi çox yaxşı. Bəli, hər günü bir hökmü var. İnanın bu dəqiqə desək, çünki qız övladı daha çox atasına sığınanda daha çox cəsarət edir. Təbii ki. İnanın səmimiyyətimə. Yaxşı ki ayın ikisinə qədər uzandı. Mən bugün çox sevindim. Hikmət müəllimə də zəng vurdum. Dedim ki, çox sevindim ki, belə şey. Bəlkə ikisinə qədər, bəlkə nəsə oldu. Bildiniz necə? Bəlkə bir cəmaət toplaşdıq. Mən razıyam. Mən arzumun hər zaman yanındayam. Yəni mən gedərəm, barışığa da nə lazımdırsa da bəlkə bir köməyimiz oldu. Amma belə qızışdırmaqla Amalın videolarını, şəkillərini, nə bilim, bütün TikTok Amalın keçmişi ilə bağlıdır. O deməkdir ki, bu adam pis adamdır. Ya düzgün bir şey, düzgün mövqe deyil bu. Yəni mən vətəndaşlarda düzgün mövqe görmürəm. Mən bir hadisə ilə bağlı bir şey demək istəyirəm Orxan müəllim. Deməli, bu yol nəqliyyat, ümumiyyətlə yol hərəkəti haqqında qanunda da ümumiyyətlə konkret olaraq indi xanım deyir 110 sürət olub. Orada sürəti yalnız və yalnız ekspert yerdəki tormoz izi ilə, yəni təkərin izi ilə bağlı müəyyən edə bilir. Orada o tormoz verməyib. O gəldiyindən sonra sola manevr eləyir, sonra maşını belə deyir. Loru da deyil. Yığışdıra bilmir deyə Səs. O sürətə münasibət bildirək ki, indi vəkil həmkarımız qeyd elədi onu tormozlama məsafəsindən müəyyən etməyi. Onun bir digər vasitəsi də görüntü var ortada. Həmin məsafəni ölçüb o neçə saniyə getdiyindən onu bölüb müəyyən edə bilərlər təqribisini. Amma dəqiq olmayacaq yenə. Bəli, Rami müəllim, düşünürəm ki, siz düz deyirsiniz. Çünki orada dediyiniz sürəti, yəni mən içəridən bildiyimə görə mən onu dəfələrlə soruşdum ki, bu rəhmətli Amal müəllimin sürəti neçə idi? Yəni onu mənə çox maraqlı idi ki, bu neçə ilə gedirdi. Amma dediklərinə görə 110 idi. Çox mən maraqlıdır. 110 olan maşınla belə bir hadisə baş verirmi, vermirmi? Bəlkə idarə etməni itirib, itirməyib. Orasını da bilmək olmur da, yəni nə bilim. Qismət Allahdan, amma yenə də deyirəm, dəyərli vətəndaşlar, Orxan müəllim, siz də müraciət eləyin, çox rica edirəm sizdən. Biz arzumu da qorumalıyıq, arzum da pis vəziyyətdədir. Onun üzündən siz bugün canını bəlkə gördünüz də onu, düzdür, gördünüz 100%. Necə idi vəziyyəti? Çox pis idi. Danışa bilmir, ancaq ağlayırdı. Bəli, ancaq ağlayır. Ona görə çalışaq, yəni nə bilim, bir şey eləyə biliriksə eləyək. Valla əlimizdən nə gəlirsə eləyək. Yəni gedək Amalgilin anası gilə, nə bilim, gedək Sənibər xanım gilə, gedək köməklik eləyək, yanında olaq, nə bilim, rica eləyək. Nə deyim day, bu 4 uşağa görə. Mən əlimizdən nə gəlirsə eləmək, yəni bilmirəm ki, Ramil müəllim, bundan sonraki ümidlərimiz var, nəsə yəni bir şey. Bugünkü gündə məhkəmə istintaqı yekunlaşıbsa, sadəcə barışıq olmalıdır ki, məhkəmədə alternativ bir cəza məsələsi müzakirə olunsun. Yəni siz onu düzgün vurğulayırsınız, barışığa cəhd edilməlidir və düzdür, qarşı tərəfi, zərərçəkmiş tərəfi başa düşmək olur. Bir bədbəxtçiliklə üzləşiblər, övladını itiribdir. Yəni həssas bir məsələdir. İndi digər bir tərəfindən də yanaşanda İlduza xanımın da 4 övladı var və o təyin olunacaq, məsələn, bir ortalama götürək də bir 5 il bir cəza təyin olunacaqsa da, onun da övladları, 4 övladı da anasız qalacaqdır. Yəni onun övladları üçün də həssas bir məsələdir. İndi yəqin ki, zərərçəkmiş tərəfindən xanım əgər barışığa cəhd edərsə, onlar da bəlkə də bir böyüklük eləyib, onlar da bir bağışlayalar, ərzə verərlər. Bizim şansımız varsa toplaşaq, Orxan müəllim, siz, mən, nə bilim, Hikmət müəllim, Fərid müəllim, yəni dostlar da, yəni hamı toplaşaq, nə bilim, üzr istəyək, nə istəyək, necə eləyək, deyin, eləyək. Yəni ümidimiz varsa bir dənə barışığımız qalır, ay Orxan müəllim. Bir dənə barışıq lazım deyə bizə.
Bir dənə barışıq lazımdır ki, bunu yoluna qoyaq. Əsas elə oldu da, bir dənə o barışıqdır. Bəli, bir dənə arzum suçsuz deyir. Mən valla başa düşürəm və onu da başa düşürəm. Ona da kimsə deyir, səhv yolda göstərdilər onu. Orxan müəllim bu gedişatda ona çox səhvlik elədi. Belə bir sual verim də. Ümumiyyətlə bu barışıq məsələsini mütləq şəkildə, yəni vəkilin öhdəçiliyində olan bir şeydir, yoxsa bu vətəndaşın özünün öhdəçiliyində? Xeyr, vətəndaşın öhdəçiliyindədir. Amma vəkil də deməlidir. Gətirir ki, burada bu dəqiqə hal-hazırda vəkilləri qınanılır ki, vəkil niyə əvvəldən? Bir dəqiqə çəkdirmək istəyirəm. Dəyərli vəkillərimizdən. Bir dəqiqə, o şey özü deyil, bax, Arzun özü nəsə hardasa deyib o sözü. Ona görə də burada yazanlar elə yazır ki, hansı sözü? Şey deyir, nə bilim, mən barışmaq istəyirdim, kimsə qoymadı, neynəmədi, belə bir söz olub da. Yox, elə şey bilmirəm, eşitməmişəm dəyərli Miri müəllim, amma bir şey mən bilirəm ki, Hikmət müəllim də dəfələrlə dedi ki, barışıq mütləqdir. Ayır, Orxan müəllim bunu demək biliriksə, Hikmət müəllim də dedi ki, barışığa cəhd eləmək lazımdır. Amma Arzum xanım da dəfələrlə dedi ki, mən barışıqda bəlkə eləsəm deyəcəklər suçum var, yəni mənim günahım var. Yəni bildiniz necə? Elə bir kimsə onu bəlkə də elə başa salmışdı ki, sən getsən qapıva, sənin günahın var düşünüləcək. Yəni bilmirəm tam orasını. Amma yəni bizim bir dənə şansımız, vətəndaşlar hamı ayaqdadır. TikTok yəni platforması görürsüz ki, dağılır da, yəni bu mövzularla. Sadəcə bir dənə bizim şansımız var. Biz ona barışığa cəhd eləməliyik. İkisinə qədər vaxtımız var. Əgər bu qədər vətəndaşlar Arzumun yanındadırsa, Arzuma ədalət deyirsə, Arzum belə deyirsə, elə deyirsə, toplaşaq. Barışığa eləyək də, yəni zərər çəkmişik də, yəni zərər çəkmişlərdən bir nəsə imdad deyək ki, məcburuq buna. Neyə bilərik yəni? Mən səhər Orxan müəllimi yayında gördüm. Orxan müəllim dedi ki, şəhid ailələri, qazi ailələri gedir. Mən belə daha məsləhət kimi çıxmaz. Mən kiməm ki, onlara məsləhət verəm. Sadəcə olaraq mən məsləhət görərdim, məhkəməyə yox deyil, Arzumu götürüb elə ora gedərdilər. O barışığa gedərdilər. Anamın əlindən öpərdilər. Mən ikinci dəfə çıxışıma məni qınadılar. Çıxışıma görə də qınadılar məni. Yenə də deyirəm, o ananın ürəyin almalısan, ananın əlindən öpməlisən, lazım deyil. Günahım var, yox deyə, lap günahım var, yox da. İnsan ölür də burada, insan ölür. İnsan ölürsə istər-istəməz, yəni yenə də deyirəm, heç Allah eləsin tutulmasın Arzum. Mən heç kim istəməz onu. Amma yəni bu sabah getdi, tutuldu, bu 3 illər, 4 illər yenə çıxıb gəz, amma o gəlməyəcək, o getdi. O ananı sakitləşmək üçün heç olmasa o həmən dediyim kimi ağsaqqallar, bir şeylər o arvadın yanına getməli idi. Mütləq. Yəni onunla görüşməli. Məsələn, Sənibər xanımın anası da mənə dedi ki, Türkər xanım, inanın ki, o mənim qapıma gəlsəydi, inanın ki, dedi, o məndən yəni bir olsaydı da, bildiniz necə? Bir olsaydı, bəlkə bunlar deyir olmazdı. Və keçən dəfə Orxanın yayımında da dedim, mən Orxanın yanında ki, erməni müsəlman davası deyil, bunlar Azərbaycanlıdır. Bunlar hər ikisi Azərbaycanlı, yəni bunlar bir-birini başa düşən Azərbaycanlılardır. Burada nə var idi ki, yəni ən azından dediyim kimi də burada dil tapmaq olardı da. Sadəcə siz necədir? Mən sizə söz deyim, ara qatanları oldu bəzi. Videolar çıxartdılar ortaya, nə bilim onun oynamağı zadın. O da getdi istərsəməz ölü yasıdır da bu. Buna təsir elədi. Bu söhbət oldu. Eynən Sənibər xanımın anası eynən mənə onu dedi. Dedi, Türkər xanım çox şeylər oldu, biz qıcıqlandıq deyir. Valla deyir, biz şikayət eləmirdik. Dedi də, bu sözü mənə dedi xanım. Dedi, biz şikayət eləmirdik. Sadəcə dedi, başladılar, videolar çıxdı, oynamaq çıxdı, mən getməyəcəm, onlar kimdir, belə şeylər zatlar oldu deyə. Onlar qıcıqlandılar. Amma onlar da pis adam deyirlər. İnanın ki, yəni mən onlara dəfələrlə danışmışam deyə mən bilirəm ki, onlar Sənibər xanımın anası var, bir şey o qədər yaxşı insandır. Yəni mən atası ilə də hətta danışdım. Yəni çox yaxşı adamdılar. Sadəcə qıcıqlandıranlar siz demişkən çox oldu. Danışanlar çox oldu. Düzgün eləmədilər bu məsələdə. Amma mən istəmərəm təbii ki, bu məsələ belə də bir şey olsun. Bəlkə də Allahın bir lütfü var, bugün olmadı. İkisinə qədər bəlkə, yəni barışıq oldu, bir şey oldu. Ramin müəllim demişkən bir şansımız var, Miri müəllim. Onun barışığı qutardı, getdi. Bəs belə cinayət işlərində əgər barışıq olursa, bəs apellyasiya məhkəmələrində nəticəsi necə olur? Barışıq olanda? Barışıq olunmursa. O barışıq olmursa mənim öz təcrübəm şey ümidini bağlayır, apellyasiya şikayəti verir də. Olsun Orxan bəy, tutaq ki, apellyasiyada biz hüquqşünas
olaraq, vəkil olaraq bunun bir perspektiv görürsən ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxartdı və düşünürsən ki, apellyasiya məhkəməsində bəraət alassan və yaxud da ki, alternativ bir cəza təyin olunacaq, həbs olmayacaqdır. Amma ortadakı bir müddət var. Zaldan həbs olunandan apellyasiya şikayəti veriləsi, apellyasiya məhkəməsi təyin olunması, orada əgər istintaqla aparılacaqsa, gedəcək müddətdə 5-6 ay keçəcəkdir və həmin müddətdə şəxs həbsdə qalır. Ayran müəllim, biz o da dəqiq deyilik ki, sən onu oradan buraxdıra bilərsən, buraxdıramazsan, onu istəyir. Yəni ehtimal varsa belə onu deyirəm ki, ən azı çəkəcək vaxt var orada. Yenə də o həbsdə olacaq da, problem elə olur da, həbsdə qalacaq. Mən təcrübəmdən 2 dənə işim olub, ikisində də apellyasiya qüvvəsində saxlayıb, barışıq olmayıb deyə. Gör, balla barışıq önəmlidir. Təcrübə onu göstərir ki, yol nəqliyyat hadisələrində demək olar ki, ən böyük tələblərdən biri odur ki, barışıq əldə olunsun. Bəli. Bəs himayəsində azyaşlı uşağın olması, bu necə tənzimlənir belə məsələlərdə? Yüngülləşdirici hallardan biridir. Nəzərə alınır. Amma o demək deyil ki, o uşağa görə o məsəl belə deyim də hakimin onu tutmaq belə deyil, barəsində ittiham hökmü çıxarmaq, ümumi rejim cəza çəkmə müəssisəsinə göndərmək fikri vardı. Uşağa görə saxlayır, yox, elə şey yoxdur. Sadəcə olaraq yüngülləşdirici hal kimi nəzərə alınır. Bu da bir nətərdir. Yəni ümumiyyətlə ittiham hökmü nə demək? Yəni şəxsin təqsirliliyin sübuta yetirilməsidir. Yəni şəxsin təqsirliliyi sübuta yetirilməsi də sırf ekspertiza rəyinə əsaslanır məhkəmə. O ekspertiza rəyinə də onun qarşısında belə deyək də şərt qoyur ki, yəni get barış, mən də bağışlayayım. Mən keçən dəfə də dedim, yəni barışanın hökumətin səndən nə işi, bu dövlətin səndən nə işi var ki? Hamı onu istəyir. Məsələn, əgər orada barış olsaydı, prokuror da o qədər təklif eləməyəcəkdi. Baxın, bəzi vətəndaşlarda var da, burada yazırlar, görürəm. Arzum tutulsun, arzum tutulsun, arzum. Yəni arzum tutulsa nə olacaq? Mənə çox maraqlıdır. Nə olacaq da mən yəni bilirəm, başa düşürəm. Amala indi ədalət deyirlər, burada yazırlar da, onu oxuyuram. Amma sadəcə bir şey başa düşmürlər ki, Arzumun 4 dənə uşağı var. Yəni bunu biri yəni bunu başa düşməlidirlər də. Yəni ki, bu Arzumun 4 uşağı nə olacaq? Bu 5 il 9 ay. Bu uşaqlara bir heyfimiz gəlsin də, yəni. Düzgün deyil yəni belə demək. Biz hamımız birlikdə Arzumun da yanında olmalıyıq. O birisi zərər çəkən Amalın da ailəsinin yanında olmalıyıq. Mən düşünürəm ki, burada belə deməkdənsə, ikisini də barışdırıb bu məsələni bağlamalıdır inşallah dövlətimiz. Yəni məhkəməmiz. Mən belə düşünürəm. Məhkəmə də onu deyir də, məhkəmə nə deyir ki, deyir barış gəl, mən səndən nə işim? Yəni heç kimin o qızla, o xanımla Təbii ki. Və heç vaxt Arzum istəməzdi ki, belə bir duruma düşsün. Yəni kim istəyər o radələrdə gəlsin, arxadan İstəməmək, o istəməmək ayrı söhbətdir. Yəni bugünkü gündə düşüb də bu duruma. Yəni bu barışıq indi bundan sonra yəni insanlar o qədər onun üstünə gəlirlər. Həqiqətən o yaxşı durumda deyil. Bir dəqiqə. O siz necədir? Artıq qarşı tərəfdə iş prinsip məsələsinə keçib. Mən elə fikirləşirəm, mən artıq elə görürəm. Bu barışa bu vaxtda kimi olunmalı idi. İndi artıq bundan sonra onlar qarşı tərəf necə ki, deyəcək ki, hə bu tutulurdu deyə artıq tutulmağa görə mənim yox, nə olsun ki, nə var ki orada? İndi başa düşüb ya da ki, indi lap günahı yoxdur. Var, nədir, nə deyil. Yəni bu dəstək ol bir şey eləmək lazımdır. Elə göz görə bir yəni məhv olsun bu xanım. Yəni necə onu yəni onu başa bu vətəndaşların yazmaqlarını deyirəm. Elə də əsəbi yazırlar ki, tutulsun, belə olsun. Yəni Arzum özünə bir şey eləsə Allah eləməmiş. Onda kim cavab verəcək burada? Elə şeylər yaza biləcəklər. Yəni onu başa düşmək istəyirəm mən. Odla gedirlər. Yəni düzgün deyil mən düşünürəm bunlar. Bu işdə mən sizə bir dənə söz deyim. Ümumiyyətlə bu tipli işlərdə, yəni bir mənalı olaraq əvvəldən demişəm, mən yenə də deyirəm və deyəcəm də. İstər apellyasiyası olsun, istər kassasiyası olsun, yəni ali məhkəməsi hər bir halda barışıq önəmli, vacibdir. Yəni barışıq olmadığı təqdirdə iş çox çətindir. Yəni budur söhbət. Çox çətindir. Bilirəm. Ona görə də kömək eləmək lazımdır da. Nəsə eləyək, barışdıraq bunları. İşi də Allahın izni ilə həll eləyək də. Yəni nə bilim, bizdən nə asılıdırsa eləyək. Axşamınız xeyir. Axşamınız xeyir. Burada hamınızın gecəniz xeyir deyirəm. Mən bir dənə sual verəcəm. Özüm işləyəm. Birazdan burada gündüzdür də. Birazdan çıxacağım. 5 dəqiqə sual verəcəm. Mən hər iki tərəfə Allah kömək olsun deyirəm. Hər iki tərəfə Arzuya Allah balalarına qovuştursun. Burada
haqqı danışanlara yəni baş əyirəm. Rəhmətə gedən də Allah qəni-qəni rəhmət eləsin. Ruhu şad olsun. Yenə deyirəm, mən də ailədən çox insan itirmişəm. Mən həmişə bunu fikirləşmişəm. Demişəm ki, Allah həmişə istədiyi insanı, çox yaxşı insanın yanına çəkir. Yəni mənim sözüm bundadır ki, əlbəttə ki, barışıq olmasını istəyirəm. Burada xanım deyir ki, yəni ətrafında qızışdıranlar belə, elə. Mən bu məsələ gələndə mən son 3 gündür bu məsələ ilə, yəni Yox, sizi xanım mən tanımıram. Sizə demirəm heç. Mən sizi heç görməmişəm bu danışıqlarınızı. hə, yəni onu deməyə çalışıram ki, burada heç kimi qızışdırmır. Əlbəttə ki, birinci mən Arzunu burada danlamışam. Orxan da bilir, Orxan bəy də bilir. Hətta anasına da məlumat göndərdim. Dedim, rəhmətə gedənə qarşı ailəlikcə çox hörmətsizlik oldu. Yəni bundan heç kim dana bilməz. Çünki nədən? Çünki ən azından yenə deyirəm, bir divara maşın çırpılanda aparsan gül qoyursan ora. Yəni ən azından aparıb gül qoymaq lazım idi. Başsağlığı diləmək lazım idi. 7 gün yasını tutmaq lazım idi. 40 gün yasını tutmaq lazım idi. Ana ilə bir yerdə ağlamaq lazım idi. Yəni bunlar olmalı idi. Amma bir dənə sual məni maraqlandırır. Çünki mən də Azərbaycana gəlirəm, 3 ildən biri gəlirəm, maşın sürürəm orada da. Yəni mən də bilməyə haqqım var. Mən də Azərbaycan vətəndaşıyam. Mən bir dənə bunu bilmək istəyirəm ki, məsəl üçün demək ki, o ağ maşının yerində rəhmətlik, ruhu şad olsun, rəhmətlik olsa, surətlə gələn Arzu olsa, İndi Arzunda həmişəki kimi hamı tanıyır da, yox. Yəni o momentdə həmən Arzu olsa, onda məsəl üçün bu insanların çoxusu nə deyəcək? Deyəcəklər ki, məsəl üçün buna bax surətli gəlir, qudurmuşdu. Bax görsən harınlamışdı. Bu qız elə belədir. Yəni hər kəs bunu bu formada təhqir edəcək, yox? Çünki hamı qınayır çünki. Bəli, insan Yəni, bilmir ağ başına maşının sabah nə içində- gələcək. Ağ maşının içində rəhmətlik orada rəhmətə getsəydi, Bəli. Arzunu yəni məhkəməsiz məncə də tutub aparacaqdılar. Səhv deyirəm. Düz deyirsiniz də. Deyirəm, deyince- Arzum olsaydı orada, arzum, yəni eyni şeyi arzum eləsəydi də onu demək istəyirsiniz də, düzdür? Ay sağ ol da, yəni sürətlə arzum getsəydi, eyni Bəli. şeyi arzum etsəydi, ağ maşının içində rəhmətə gedən şəxs ağ maşının içində rəhmətə getsəydi, yəni hamı burada mən qarışıq, mən təhqir eləyəcəydim arzumu ki, bax sən arınlamısan, sürətlə getdin, kimsə bədbəxt elədin, Azərbaycana gəldin, yol qayda qanunu bilmədin, 50 ilə gedən yolda 150 ilə sürdün, sən bu Azərbaycana layiqli deyilsən. Mən arzuma bunu deyəcəydim. Əgər arzum olsaydı o maşının içində. Başa düşün, həmçinin özümə qarşı da bunu deyərəm. Həmçinin ailədə kim olursa olsun. Yəni bu insanlar, yenə deyirəm, sürətin qurbanı olub. Yavaş olsaydı heç kim ölməzdi. Heç kim bədbəxt olmazdı. Anaların gözü yaş olmazdı. Bu günlərim Arzunun anası bilsən nə qədər ağlayır. Çox pis vəziyyətdədir, mən bilirəm. Yəni burada bu 72 yazanlar Mən də onu başa düşə bilmirəm. Xanım əslində burada imkanım heç mənim nə demir. arzudan çörəyim gəlmir, suyum gəlmir. Hamı məni çox qəşəng tanıyır. 72 olub 73 olub kimə nə, kimin nə bizə xeyri dəyib, nə də kimin mən bu günə qədər öz zəhmətimlə qazanmışam. Mən heç kimin nə sosial mediadan, nə reklama ehtiyacım var. Nə də ki mənim PK-lar eləyirəm mən. Yəni mən 72-li elib nə edəcəm? Mən haqqı danışıram. Əgər sizin də vicdanınız varsa haqqı danışın. Başa düşürsünüz? Yəni vicdanlı olmaq lazımdır. Bu maşına heç dəymir. Mən də deyirəm, bu qədər Meyza xanım mən sizi belə tanımıram, yəni belə arada görmüşəm. Yəni burada indi düzdür, belə şeylər yazırlar, qızışdırırlar, arzumdan yaz, tutulsun. Bunlara elə bil ki, order verəcəklər, Oscar verəcəklər. Mən başa düşə bilmirəm. Yəni tutulsa nə olacaq? Mən onu başa düşmürəm. Qarşı tərəfi də yenə də deyirəm, baxın, bir dənə bizim yəni əgər ki istəmiriksə bir şey olsun,
belə şeylər yazmaqdansa nəsə bir əncam eləmək lazımdır da ki, barışıq olsun. Əlbəttə mən bunu ki, barışıq. Mən yenə deyirəm. O keçən dəfə də dedim ki, mən xanımın olsun, Meyzə xanım. Salam. Salam. Mən çıxıram, çox vaxtınızı almayacağam. Sizə birinci burada Meyzə xanıma demək istəyirəm ki, Meyzə xanım, deyirsən ki, Arzumun anası ağlayır. Arzumun anası birinci 5 gündə ağlayır. Amma Amalın anası 1 ildə ağlayır. Bu bir. İkincisi, aşağıdakı xanım, Türkan xanım, sizə sualım var. Buyurun. Salam. Deyirsən ki, şeydir, gəlin yığlağın, barışağın, barışsınlar. Barışaq deyirəm, barışaq da. Nə deyirəm? Sənə sual verirəm. Nəyindi sən Arzu xanım? Nəyindi? Mən Arzu xanım mənim heç bir şey, yəni dostumuzdur, yəni birlikdə işləmişik əvvəllərdən. Arzu xanımınızın, Buyurun. xanımınızın nəslində ağsaqqal, xalası, amisi, bibisi yoxdur ki, gəlsin bu Orxan müəllimi yayımına qoşulsun, sizin dediyinizi desin, ya da özü qoşulsun, üzrünü istəsin. maması mənə yazmışdı, qoşulmaq istəyirdi. Hayır demirəm, Meyzə xanım, xahiş edirəm, bir dəqiqə mən xanıma sual verirəm. Bəli, bəli, buyurun, Orxan buyurun. müəllimi yayımına bu dəqiqə qoşulubsunuz, düzdür, ay xanım? Bəli. Siz buradan barışıq tələb edirsiniz. Mən bir izləyici olaraq mən bunu qəbul eləmirəm. Amalın anası sizlər kimisi xanımların onun bunun sözünlə barışıq eləsə ölüsdə hörmət qoymur. Bu qədər deyirəm, gecəniz xeyrə qalsın. Bundan sonra fikir Gecəniz xeyrə qalsın. Əsəbləşməyin. Nə bilim vallahi, nə deyim, insanlar belə Burada- Arzumun yəni bu xanımın qədər sözü- balası olan, evladı Nə olan. bilim vallahi. Mən burada Aleyna xanımı başa düşürəm. Burada bilsiz necə oldu? Söhbət budur ki, rəhmətə gedənə mən yenə deyirəm. Bax, mən öz şəxsimlə deyirəm. İstər məndən incisilər, istər inciməsinlər. Hörmət qoymadılar. Yəni o qızın bu baxışdan savadsız, yəni necə deyim sizə, olduğu üçün, hani bilgisiz olduğu üçün, sevincəkli olduğu üçün, məsəl üçün şımarıq yetişdirdikləri üçün, məsəl evin bir qızıdır da, şımarıq yetişdirdikləri üçün bu belə şeyləri bilmir. İllərdir məsəl üçün Azərbaycanda kənar yaşayan insanların çoxusu Azərbaycanın qayda qanununu bilmir. Məsəl üçün, mən kənd şəraitində yaşadığım üçün, mən xaricdə yaşasam da, nə qədər olsun, mən öz ölkəmin insanlarını unutmuram. Məsəl üçün, mən bacıma zəng vururam, deyirəm ki, qonşumuz neynir, yaşlanıb, rəhmətə gedən varmı? Və belə soruşuram. Yəni, amma bəzi insanlar şəhər yerində yaşayır, sonra köçür, gedir xaricdə yaşayır. Bunları məsəl üçün fikirləşə bilmir, bunları bacara bilmir. Yəni, hamı, məsəl üçün, Aleyna xanım kimi ola bilməz, hamı Orxan bəy kimi ola bilməz. İnsanlar fərqli-fərqli ailə həyatları var, fərqli-fərqli yetişirlər. Kifayət qədər dünya görüşü var da yenə. İndi Mən onu demək istəyirəm də, çox dünya görüşlü insanların çoxusu bu şeyləri bilmir. Fikirləşir ki, bu maşın mənə dəymədi, sürətlə gəlirdi, günah bunundur. Elə fikirləşir. Və ayrıca da mən məsəl üçün anası ilə əlaqədarəm də, and içir, aman edir ki, mənim qızım o günü qorxub. O günü çox pis qorxub bu. Yəni xanımın adı nə idi? Aşağıdakı xanımın adı nə idi? Yadımdan çıxdı. Türkər xanım. İndi bir qadınsınız da. Məsələn, avariya günü. Sən bir qadın olaraq bir incə zəif bir qadınsan. Terminator robot deyilsən ki, əskər deyilsən ki sən. Sən necə kömək eləyə bilərsən ki, yaralı olan insana, yəni yerdə yatan insana necə kömək eləyə bilərsən? Özün onsuz da şok yaşamısan, özün onsuz da pissən. Arxadaysan. Həmin dəqiqə özü şok yaşamışdı uşağı ilə bərabər. Bəli. Bəs onu deyirəm də. Yəni bunlar da heç Almaniyada qəza keçirtməyən bir insanlardır. Almaniyada heç qəzada olmayıblar bunlar. Orada Meyvə xanım, onlar şokdaydılar. Yəni o bilmirdi də. Yəni yəqin ki canlı video görüntüsü var idi də. Müjgan xanım məncə paylaşmışdı. Orada yəni siz özünüz görürsünüz ki, Arzum necə ağlayır. Yəni orada mən bilən ki o şokdaydı orada. İnsanların başına ilk dəfə iş gələndə insanlar özünü itirir.
Yəni bizim də xəstəmiz olub. Məsəl üçün xərçəng xəstəsi olan insan var. Götürüb aparmışdım İrana. Halbuki Azərbaycanda olan texnologiya, Azərbaycanda olan həkimlər, Azərbaycanda olan hospitallar dünyanın heç birində çox yerdə yoxdur. Eyni texnologiya Azərbaycana da gəlib. Mən götürüb aparırdım qorxumdan tələsik mən anamı İrana, nə bilim ora, İsrailə, ora, bura. Yəni başım işləmirdi də. Çünki özümü itirmişdim, bilmirdim. Yəni bu insanların da başına ilk dəfədir belə şey. Məsəl üçün Allah eləməsin, mənim ailəmdə ikinci səfər xərçəng xəstəliyinə tutulan olsa, mən ucu professionalam. Mən bilirəm ki, bunu nə etmək lazımdır, hansı həkimin yanına aparmaq lazımdır, hansı hospitala aparmaq lazımdır. Çünki bu insanlar ilk dəfədir bu işi yaşayır. Bu şeyi ilk dəfədir yaşayır. Orxanın özü də. Orxan, indi sən mənə tutaq ki, gəl, mən indi belə sual verirəm Orxan sənə. Sən məndən qarşılaşırsan, sən tutaq ki, mənə riski vurdun. Mən nə bilim sən mənə vurasın. Çünki sən mənə surətlə vurursan, yox. Sən mənə surətlə vurursan. Mən nə bilim sən mənə əlini atacaqsan, mənə vuracaqsan. 1 metr aralda mənə yumruqla vuracaqsan. Mən bunu hardan bilim sən mənə vuracaqsan? Deyirsiniz ki, məsəl üçün surətlə gələndə o pavarot baxmalı idi. O stripit şeylə gəlir, raket kimi gəlir. O xanım özü zəif bir xanımdır. Yəni nə edə bilər ki? Necə tez professional şofer deyil ki, tez yığışdırsın, tez şeyləsin. Yəni bu surətlə gəlir. Surəti görürsüz də, orada yəni göz görür, vicdan var. Bu yəni nə bilim, mən demirəm, mən Arzunun günahı 2 dənədir. Biri yolda qoyub getməyi idi, məsəl üçün ya atasını, ya anasını çağırmalı idi ki, köməyə gəl. İkisi də ki, ondan sonra video çəkməkləridir. Video çəkib, yəni öz həyatına davam eləməlidir. Məsəl üçün mən də əvvəllər videosuna baxanda heç bilmirdim ki, ya kimsə rəhmətə gedib, o maşın avariyada kimsə dünyasını dəyişib. Yəni Azərbaycandan ki, yenə deyirəm, kənarda yaşayan insanların çoxusu bilmirlər, qayda qanunu bilmirlər. Mənim özüm də, mən Azərbaycana gələndə maşın sürə bilmirəm. Çünki maşallah qayda qanunumuz o qədər yaxşıdır ki, mənə xoşuma gəlir. Məsəl üçün yol qayda qanunu mənə ləzzət edir. Ya o qədər şeydir ki, çox güclüdür ki, mən şəxsən maşın sürə bilmirəm. Deyirəm ki, qoy şofer sürsün, o qayda qanunu daha yaxşı bilir. Yəni bu qədər. Məndən bu qədər. Mən dediyimi dedim. Yəni insan görəndə də vicdanı da görsün. Burada hamı burdadır da. Hamı görsün, bilsin ki, yəni düzgünlüyü danmamaq lazımdır. Vicdan insanda yaxşı şeydir. Bir də yəni mən düşünürəm ki, iki tərəfi də qızışdırmaq lazım deyil. Biraz sakitçilik lazımdır. Hamının üstünə gəlir burada. Yəni arzuma burada tutulsun, orada ədalət. Mən başa düşürəm. İki tərəf də belə yaxşı vəziyyətdə deyil. Amma inanın ki, nə bilim, biraz nəsə yaxşı bir nəsə eləmək lazımdır. Heç olmasa aynı ikisi. Əgər ki Arzum içəri girsə, həbs yatsa, 4 dənə balası çöldə də qalsa, kimsəsiz yetim kimi qalsa, kimsə rahat olacaqsa, kimsə başını qoyub yastığa yatacaqsa, mən də yatacağam. Əgər kimsə başını qoyacaq yastığa yatacaq, bu sizin öz vətəndaşınızdır. Bu sizin öz vətəndaşınızdır. Bu erməni deyil, bu sizin öz vətəndaşınız, öz qadınınızdır. Yəni burada yazırsınız ki, filan kəs qanı yerdə qalmasın. Ay qurban sənə, bu insan gedib cəbhədə döyüşməyib, şəhid olmayıbdır. Gəlib dəyiblər də, bu avariyada qəzadır da. Mənim qardaşım da ola bilər, mənim ailəm də ola bilər. O arzuya dəyməsəydi, məsələn, gedəcəkdi Orxanın ailəsinə dəyəcəkdi. Çünki bu insan beyninə qoyub surətlə sürür. Gedəcəkdi deyil, xanımın ailəsinə dəyəcəkdi. Bəlkə də nəbim gedib girəcəkdi məktəbə, bəlkə də nəbim gedib girəcəkdi, hansı tələbəni bədbaxt eləyəcəkdi. Belə formada da düşünün də. Mənim sözümdən qıcıq almayın. Mən qıcıqlı sözlər demirəm. Mən həqiqəti deyirəm. Əgər qəbul eləmişsə, eybi yoxdur, mən qıcıq olun. Gecəniz xeyrə qalsın, mən işləyəm. Özünüzə yaxşı baxın. Sağ olun. Ay Orxan qardaş, axşamın xeyir. Axşamın xeyir qardaş. Burada misafirdə olan hər kəsi salamlayıram. Burada səni izləyənləri də salamlayıram. Toğrul müəllimdir, Miri qardaşdır, Ramil qardaşdır. Hamısını salamlayıram. Xanım, bayaqdan qulaq asıram, sizə çox gözəl danışırsınız. Yəni etika, estetikadan qırağa çıxmırsınız. Amma belə bir şey var da. İndi mən girdim, Meyzə xanım çıxdı. Keçən dəfə Meyzə xanımla üzbəsürə danışdıq biz şeydə, telefonda. Yəni canlımızda. Gəlin belə danışaq da. Bax indi siz deyirsiniz ki, barışıq eləmək istəyirsiniz, düzdür?
Yəni mən ümumiyyətlə mediatoram, yəqin ki bilirsiniz. Bəli, bilmirəm. bəli, Mən- başa düşdüm. Mən əslində barışıq çox istəyirəm. Yəni bu arzumu bilirəm, başa düşürəm. Yəni belə danışanda deyəcəklər ki, indi amal tərəfdəkilər duracaqlar, indi aşağıda yazacaqlar. Yəni bilmirsən özü nə danışasan, amma yəni mən demək istəyirəm ki, yəni indi Alen xanım idi da məncə dürdüyə iki kəlmə söyledi orada. Bəli, yoldaşımdır, bəli. Elə mən bu yaxından baxıram burada əsəbdən biləyim partlayır. Əsəbləşməsin. Amma deməyim odur ki, əslində mən sizin yoldaşınızın canlılarını da izləyirəm. Amma yəni deməyim odur ki, bəs indi burada arzum tutulsa, yəni mən başa düşürəm ədalətlidir və s. Amma tutulsa, burada nə olacaq? Yəni bu uşaqlar qalır da, yəni. Bu sualın cavabını bir vereyim. ildir, əziyyət çəkir də vicdanla. Xanım, sizə bu sualın cavabını vereyim. Ay xanım, sizə bu sualın cavabını vereyim. Verin, zəhmət olmasın. Birinci növbədə arzu deyirsən tutulsa, uşaqlar nə edəcək? Bax, ilk növbədə siz onun uşaqların fikirləşdiyiniz qədər görəsən o öz uşağı, o xəstə uşağını fikirləşir. İnanın düşünür, inanın Allah'a düşünür. Mən bilirəm amma. Sözümü kəsdiniz, icazə vermədiniz. Buyurun, buyurun. Bir ana olan ana şəxs, bax bu uşağı xəstədir də bunun. Gecə saat 4-də balası Almanyada, özü Bakı şəhərində. Sizcə gəzərmi? Bu sualın cavabını verərsiniz. İkinci bir tərəfdən Meyzə xanım deyir ki, Azərbaycanda kətdə yaşayanlar, orada burada yaşayanlar sonra gedib Avropada yaşayır. Bəs yaxşı, Avropada yaşasaq belə bizim içimizdəki insanlıq hardadır? İnsanlıq, yəni Avropaya köçdük deyə Azərbaycanlı öləndə, can verəndə deyir, şəhid olmayıb ki, avariyada da ölüb. Nə olar ki, ay Meyzə xanım, sən öz anan xəstəlikdə rəhmətə getdi. Sənin ürəyin partlayırdı axı, doktorun qabağına milyonları qoymuşdun ki, mənim anamı dala qaytar. Sənin anan anadır, bunun balası da baladır. Onu qoyaq bir qırağa, bir Azərbaycan qadınına deyirəm, buradan səslənirəm. Buradan hamımızdan üzr istəyərək səslənirəm. Autizm xəstəliyi olan bir ana, bala, anasan da ana balan o xəstəlikdədir. Avropada buraxıb, Azərbaycanda gecə saat 4-də bəzi tiktokerlərlə, blogerlərlə bara, diskoya, əyləncəyə gedib, içkili halda, ya da istər ayıq halda bir başı bağlı qızın da maşının arxasında şəhərin ortasında gəzdirmir. Və bir qəzaya səbəb olur. Bir qəzaya səbəb olur. Qoyub oradan qaçır gedir xəstəxanaya. Yaxşı, getdin xəstəxanaya. Sən atan, anan, zəh vurdu nə ki, filan kəs bir avar eləmişəm. Bir dənə ölü var ortada, bir dənə can verən bir gəlin var ortada. Mən qorxuram, gedə bilmirəm. Böyüyüm olaraq siz gedin. Bunu eləyəydi də. Və onu qoyaq qırağa. Qardaş, bunu deyib gedirəm. Məhkəməyə çıxıb deyir ki, məhkəmədə deyir ha bunu. Mən xəstəxanaya getdim, deyir, serum taxtırdım qoluma. Baxırlar biliyor ki, sənin xəstəxanaya girib çıxmağın 15 dəqiqədir. Xanım olaraq sənə sual verirəm. Qola serum taxmaq neçə dəqiqəyə bitir o? Suallarınızı 4 dənə verdi. Hamısını bir-bir cavablandırım. Necə eləyək? Dördün də cavabını ver, mən düşüm aşağı. Yaxşı. İlqar müəllim idi də. Dəyərli İlqar müəllim, mən sizi birinci dediniz ki, arzum uşaqlarını düşünmür, ya da ki dediniz ki, autizm uşağı xəstədir də, yəni 4-cü evladı. Bəli, mən sizə bir şey deyim. Yəni mən Allahla danışan adamam. İndi bəlkə indi əsəbləşəcəksiniz yoldaşınızla. Amma inanın ki, onun uşaqların qədər düşünən adam yoxdur. Yəni mən bilirəm də, yəni dəfələrlə yanımda olub, dəfələrlə uşaqlar bir dəqiqədən bir o uşaqlarla görüntülü əlaqə saxlayır. İnanın səmimiyyətimə, inanırsınızsa ya mən deyə bilmərəm də. Yəni indi o sizin yəni inancınıza qalır. Bəli, mən dəfələrlə şahidəm ki, konuma qədər telefonunda var, uşaqların izləməsinə qədər var. Canlı görüntü bir dəqiqədən bir danışır. Uşaq nə yeyir, nə içir. Yəni bunu mən düz danışacağam Orxan müəllim. Nə varsa odur da. Yəni mən durub nə deyə bilərəm? Düzgün. Yəni ana olaraq, yəni mən deyə bilmərəm ümumiyyət pis anadır və s. Mən onun yəni analığını yanımda dəfələrlə görmüşəm və dəfələrlə də görmüşəm ki, 4 uşağın üstündədir. Hətta Naibə hara getdi, neynədi, Arzum buradan bilirdi onu. Yəni bildiniz necə? Yəni ki, izləmədə idi də, yəni. Yeməklərini, içməklərini, indi nə pişirdin, neynədin, indi necə oldu? Yəni belə vəziyyətdə idi. Burada indi gülürlər, eləyirlər vətəndaşlar. Mənə o yəni
bilmirəm yəni Xanım, nədir. sən sualıma cavab ver, vətəndaşları boş ver. Sualıma cavab ver. Birinci sualınız buydu. Mən deyə bilərəm ki, 100% o uşaqlarının yanındaydı. Yəni burada olsa da belə. İndi bəzi işləri var idi burada. İndi onu bilə bilmərəm tam dəqiq. Amma o uşaqlarına görə mən 100% onu əminliklə deyə bilərəm ki, uşaqların başının üstündə idi. Yaxşı. Yaxşı, siz deyən olsun. İkinci sualıma cavab verin, çıxıram. İkinci sualıma cavab verin. İkinci sualınız bir dənə də zəhmət. Mən çaşdım. 4 dənə sual verdiniz müəllim. Unutdum hamısını. Sizdən mənim 4 dənə sualımı yadda saxlayanmamısınız, amma ha bir danışırsınız, arzu belə gəldi, arzu belə getdi. Yo, mən düz danışıram. Ay müəllim, mən düz danışıram. Mən deyim ki, indi gördüyümü deyirəm də, gördüyün nədirsə bunu deyirəm də. Yəni gördüyüm olmalıdır ki, bu uşaqların üstündədir. Bütün sutqa görüntülü onlarla danışır. Saat 4-də Bakı şəhərində bir qadın nə işi var? İkinci sual. Bildim. Yaxşı, saat 4-də bir qadının çöldə nə işi var? Mən bilən, Orxan mən bilmirəm, düz deyirəm, səhv deyirəm varsa, o bağda qalırdılar da. Düzdür? Mən bilən bağda qalırdılar. Bağda qalırdılar. O bağ ərazisi idi də, Mərdəkanda baş verib də. Mən düşünürəm ki, yəni deyə bilmərəm, 4-də zətdə nə edirdilər? Yəni mən bilmirəm onu nə edirdilər, amma mən bildiyim qədər bəlkə işi olub, çıxıb, marketə gedib, gəlib. Qəzadır da nə bilim. Yaxşı, bunu da keçək. Bunu da keçək. Bir dənə də bu sualıma cavab ver. Qola taxılan serum neçə dəqiqə sürür? Neçə dəqiqə vaxt? Yarım saat sistem sürür. 40 dəqiqə də çəkir. Sistem 40 dəqiqə sürür. Əgər onun kodu var. 3-cü, 4-cü koda versən, 35 dəqiqə sürür. Hə. Bəs yaxşı, bunu gedib hakimə niyə yalandan danışır? Orasını bilmirəm vallahi. Onda mən getdim. Mən getdim. Bunlarla öyrənin, ondan sonra danışın. Öpürəmamızı vəkillər. Allah sizi qorusun. Sağ olun, təşəkkürlər. Mən hörmətli vəkillər, sizin hər bizə bir sual vermək istəyirəm. Deməli, hadisənin şahidlərindən Müjgan Məmmədzadə deyəsən, sosial platformalarda fərqli çıxışlar eləyirdi. Amma gəldi məhkəmədə fərqli çıxış elədi. Bu nədən? Bu zərərçəkmişin vəkili bir manevr eləyə bilərdi bundan bağlı. Deyə bilərdi ki, yəni yalan danışır falan. Biləm, onun ifadəsi, şahid ifadəsi kimi şey nəzərə alınmasın. Bəlkə də bir təcrübəsiz sual verdim, amma indi sosial şəbəkədə bildirdiyi fikir fərqli olsa belə, onun mötəbər Məsələn, siz zərərçəkmişin vəkilisiniz. Bax, belə bir şey düşüb sizə. Necə reaksiya verərsiniz? Nə deyərsiniz? Vəsadətiniz elə nə olar məsələn? Gəlin belə bir sual verim də aydınlaşdırmaq üçün. Müjganın sosial şəbəkədə dedikləri İlduza xanımın xeyrinə olan bir hallar danışmışdı məhkəmədə əksinə, yoxsa? Yox, birinci əleyhinə olan ifadə işlətdi, sonradan artıq gəldi xeyrinə olan ifadə işlətdi. Oyun şəxsi münasibətlərin həmin vaxtı necə olmasından da asılı ola bilərdi. Ola bilsin ki, əsəbi olubdu, sosial şəbəkədə başqa cür deyibdi. Amma məhkəmədə şahid kimi ifadə verirsə, iltisama qol çəkir, ona xəbərdarlıq olur. Yalan ifadə verməklə bağlı ki, məsuliyyəti var. Yəni məhkəmədə yalan danışmamaq. Yəni o nə məsuliyyəti var, açıqdır. Hamıya deyir ki, məsuliyyəti var amma. Yəni onu gedirəm ki, siz sən detallarınla bağlı yalan danış, fərqli ifadələr verir, yoxsa necə? Tamamilə fərqlidir, yəni. O danışıqla yəni məhkəmədə ifadəsi fərqlidir. Yəni onu o ifadələri belə başa düşürəm 264 ilə bağlı məsələyə toxunur. Mən izah edeyim də Rəhm, nə demək istəyir Orxan? Deməli, o xanım həmən vaxt maşında olur. Yəni, əvvəl bunların səmimi münasibətləri olur. Onda verdiyi ifadə ilə indiki verdiyi ifadə arasında fərq olur. Mən bir dənə qısa onu demək istəyirəm. Ümumiyyətlə, yol nəqliyyat hadisələrində şahid ifadələri həmişə ikinci planda sayılır. Əsas ekspertizanın rəyidir. Bir mənalı olaraq qutardı getdi. Yəni, şahid ifadələrinə hakim üstünlük verməyə də bilər. Çünki şahid, sən birini gətirərsən, mən də ikisini gətirəcəm siz söhbətidir. Doğru dildə desək. Yox, başa düşdüyüm qədər o 263 ilə yox, 264-də təsiri olan bir ziddiyyətli ifadələrdən gedir söhbət. Düz dedim Orxan bəy, yoxsa? Yəni hadisə yerindən qaçmaqla bağlı fikirlərini deyirsiniz? Yəni qəzanın ümumiyyətlə baş vermə səbəbini də, yəni dedik. Yox, qəzanın baş vermə səbəbi, qəzanın baş vermə belə deyək də nədən baş verib, necə baş verib, onunla bağlı dediklərinin o qədər əhəmiyyəti yoxdur. Video görüntü var, ekspertin rəyi var. Yəni onu dediklərindən ona rəy verilməyəcək. Sadəcə hadisə yerindən yayınmaqla bağlı məsələlərdə onun ifadəsi əhəmiyyət kəsb edə bilərdi.
Amma onu bilmirəm, o barədə danışıb yoxsa öz amma burdadır. Yəni qaldırıb danışdırmaq olarmı yoxsa nə düşünürsən? Yəni ancaq ona toxuna bilərik ki, hadisə yerindən yayınıb yoxsa üzürlü səbəb olub, xəstəxanada olubdu. Yəni onunla bağlı şahid ifadəsi qəbul olunardı ki, yayınıb yoxsa yox. Rahman ümumiyyətlə olarmı indi şahid yəni ifadə vermiş şəxs burdadır. Onu Onsuz da məhkəmə istintaqı və yaxud da birinci instansiya məhkəməsinin hökmü çıxmadan bu işin bütün detalları sosial şəbəkədə yayılıbdır. İstər görüntüsü, istər işin halları. Siz demişdə, xanım da elə başa düşdüm ki, hadisə ilə bağlı detallı çıxıb sosial şəbəkədə danışıb artıq. Salam, hər Yəni burada vaxtınız təkrar xeyir danışmağın elə olsun. bir təsir olmayacaq. Hər vaxtınız xeyir olsun Orxan müəllim. Sizi və müsafirdə olan bütün izləyiciləri salamlayıram. Əvvəla qeyd etmək istəyirəm ki, mənim sosial şəbəkədə danışmış olduğum mövzuda heç bir halda Arzu xanımın adı çəkilməyib və mövzu ümumi yol hərəkəti qaydalarından gedib. Çünki o dövrdə mənim izləyicilərim danışırdı ki, maşın alaq sənə yol hərəkəti qaydalarından başın çıxırmı? Mən ümumiyyətlə bu mövzuda öz fikrimi bildirmişəm. Yəni sakin kimi, bir TikToker kimi. Qaldı məhkəmədə şahidliyə, şahid olaraq 2 dəfə iştirak etmişəm. Və dediyim zaten orada bəllidir ki, yəni arxadan gələn maşın sürətlə gəlib ötmə əməliyyatı etmək istəyən zaman yığışdıra bilməyib və qarşıdakı maneələrə çırpılaraq maşın bu qədər aşıb. 2 dəfə də eyni ifadəni vermişəm. Zaten dediklərimi də orada olan kameralar təqsib eləyib. Orada görüntülər var, video görüntülər var. Bəs o yayınmayla bağlı necə? Onunla bağlı fikir bildirmirsən yoxsa? Bəli, fikir bildirmişəm Orxan müəllim. Orada elə bir vəziyyət yarandı ki, yəni hər şey saniyələr içərisində baş verdi. Orada həqiqətən də Arzu xanım, yəni özünü təqsirləndirilən şəxs olaraq deyil, yəni qarşımıza baş vermiş hadisənin şahidi kimi gördü. Xanım əli ayağa əsdi və özündən getdi. Xanım yerdə ağladığı yerdə özündən getdi. Mən Arzu özündən getməzdən qabaq 103-ə zəng elədim, məsələ ilə bağlı məlumat verdim ki, bəs qaza olub, Allah rəhmət eləsin Amal bəy üçün və Sənubər xanım üçün. Maşın partlayar deyə çox yaxına gedə bilmədi, çünki qorxduq. Yəni biz özümüz də qorxmuşduq. Mən şəxsən ilk dəfə idi ki, elə böyük bir qəzanın şahidi olurdum. Düşdüm maşının arxa hissəsinə baxdım. Mən ilk öncə elə bildim ki, maşın bizə dəydaşdı. Amma canlı yayında mən düşdüm maşının arxasını çəkdim, Çanqan markalı avtomobilin. Maşını heç xırda cızıq belə yox idi. Hətta mən bunu canlı yayınımda izləyicilərimə göstərdim. Dedim ki, birinci elə bilim bizə dəydi. Çünki maşın çox sürətlə keçdi və o maşının küləyi bizim maşını tərpətmişdi. Mən elə bilmişdim ki, bizə dəyib. Sonra keçdim, baxdım maşının arxa hissəsinə, Arzu xanımın idarə etdiyi avtomobilin arxasına. Bizim maşında, yəni mən cızıq görmədim arxa hissəsində. Sonra Arzu xanım özündən getdikdən sonra biz başqa bir kənar şəxsin bizi xəstəxanaya apardı. Orada xanıma nəm sistem vurdular. Sonra isə bildiyiniz kimi hava limanına getdik. Məsələ gedişatı bu halda olub. Və onu da əlavə etmək istəyirəm ki, məsələ yerindən qaçmaq dedikdə, yəni biz orada Allah rəhmət eləsin, xanım ilə bəyi tək qoyub getməmişik. Orada artıq insanlar yığışmışdı, kənd cəmaatı yığışmışdı, hər kəs ətrafda idi. Yəni mən də hadisənin şokunda idim. Arzunun uşağı orada ağlayırdı. Arzu burada özündən getdi. Mən o anda sadəcə 103-ə zəng edib məlumat verə bildim. Çünki zaten 103 gəldiyi zaman qaza yerinə polislə gəlir. Bu qədər. Oldu, sağ ol, çox sağ ol. Təşəkkür edirəm, buyurun. Belə. Şöyle çox sağ olasın. Orada təhlükəli rol oynayan maddə 264-dür də. 264-ün olması elə bir qorxulu bir şey kimi, amil kimi qalır da. Bəlkə də 264 olmasaydı tamam başqa cür olardı. Doğru mənim danışırsınız yoxsa yox? Set getdi yoxsa?
Axşamın xeyir Orxan, hər birini salamlayıram. Dəyərli həmkarlar, mənim bütün izləyiciləri. Bugün mənbələrini səhər baxırdım Cahanlıya. Mənbələrini təxirə getdi məhkəmə. Sonra mən məhkəməyə getdim təxirə. Və səbəb niyə? Vəkillər gəlməmişdi. Aydan da çıxış eləmədilər. Aynen nə vaxtda təyin olundu bəs Orxan? Ayın ikisini. Mənim özüm üçün də maraqlıdır. Keçən dəfə də mən zaten o fikrimi dedim. Orada vəkillərin hər birinin verdiyi vəsaitdə kifayət qədər əsaslı idi və hesab edirəm ki, təmin də olunmalıydı. Keçən dəfə də dedim, ona görə də belə deyək, eyni sözləri təkrar eləmək istəmirəm. Zaten mən bununla bağlı fikirlərimi bildirmişəm. İndi bax, Mirzahmet müəllim də buradadır. Geniş bir çıxışda o eləyib, qayıtlarda gördüm. Orxan, ümumiyyətlə sən nə fikirləşsən, barışıq var burada? Ola bilərmi? Barışıq mən belə deyim də, yəni məhkəmə prosesini deyim. Hər birinizə deyim biləsiniz. Səhv etmirəmsə, Arzumun atası Sənibənin atasına əl verib bir Allah rəhmət eləsin deyir. O da təbii ki, indi humanist insandır. Deyir, ölənlər rəhmətdir. Yəni ki, belə deyib, eşitməmişəm. Yəni, belə bir şey. Özün dediyinə görə. Sənibənin xanımın atası özün dedi ki, gəldi şeylə. Amma rəhmətliyin amma valideynə bir mənalı ki, biz heç vaxt barışığa getmirik. Əslində Orxan yenə deyim. Bir şey deyim. Əgər o tərəf razı olsa, bu tərəf razı olmasa, yox, indi orada zərər çəkmişdi də, belə deyək də, zərər çəkmişin nümayəndəsi olur. Təbii ki, o ölübsə qanun nümayəndə olur. Belə deyək də Orxan, bilsən necədir? Bu əslində indi burada hesab edirəm ki, canlıda da kifayət qədər hüquqşünası var. Bu məsələ belə deyək, belə hamı bilir bunu əslində. Bu ehtiyatsızlıqdan törədilmiş cinayətdir, burada qəs yoxdur. İndi bəziləri, mən fikir verirəm, keçən dəfə mən əslində belə deyək də, qanunun tələblərini, bir də mənim öz hüquqşünas kimi subyektiv yanaşmamla çıxış elədim, yəni yanaşdım məsələyə. Götürüb bir kart paylaşıblar, altından yazıblar ki, görmüsünüz də, nə bilim, nə qədər razılaşmışsa, neyləmişsə, əslində mən heç birini tanımıram, nə bir tərəf, nə digər tərəfi. Belə şeylər, bilsən, sosial şəbəkələrin də rolu çoxdur ki, qızışdırma, belə deyək də, pozisiyasındadılar. Bilsən, heç tanımayan adam da gəlir birdən yazır ki, burada nə bilim və Arzuma, mən nə bilim burada belə deyək də, Arzuma azadlıq, digəri yazır, Arzum tutulsun, heç axtarsan tanımırlar. Bu sosial şəbəkələrin bu şeyi belə deyək də, tanımırlar, eləmirlər, əksinə bir-birlərinə qarşı agresiya yaradırlar. Yəni bu da düz deyil də. Amma mən belə düşünürəm ki, yəni sizin müvəkkiliniz olsaydı, ümumiyyətlə, canlı açmaq məsələsinə bir qadağa qoyardınız. Canlı hər birinizə deyil bu məsələ. Yox, canlının biz təbii ki, biz müqavilə üzrə belə deyək də, müqavilə bağlanılır məsələn vəkillə. Vəkil o demək deyil ki, müqavilə bağladı, onun şəxsi həyatına müdaxilə eləyək. Bu demək deyil də. Təbii ki, mən ona, biz heç kimə belə deyək də, heç bir vəkil heç kimə məcbur nəsə elətdirə bilməz. Bəli, tövsiyə xarakterli nəsə deyə bilər, amma yoxsa mən dirəşim ki, bunu belə elə bağlı çıxmadan, şəxs həyatında belə olur, bu təbii ki, düzgün deyil. Yəni, mən şəxsən onu eləməzdim. Bəli, tövsiyə xarakterli nəsə deyə bilərdim, amma Bəs barışıq məsələsini tövsiyə edərdin, yoxsa onu deyərdin ki? Yox, indi tövsiyə təbii ki, əgər barışığa yol olardısa, orada belə deyək də, bəli, mən çalışardım hətta ki, barışıq olsun. Çünki ən azı hər iki tərəfi də başa düşürəm. Bu heç kim istəməz ki, burada bu hadisə baş versin. Bu bir mənalıdır. Yəni, məcəllə qanunvericiliyi özü də deyir ki, ehtiyatsızlıqdan törənən cinayətdir. Yəni, hər bir halda, indi onun Arzumun vəkilləri kifayət qədər təcrübəlidir. Mən demişəm dəfələrlə, hər ikisini də tanıyıram. Mən hesab edirəm ki, onların qurduqları taktikada maraqlı taktikaydı, amma vəsadətlər təmin edilmədi. Qalanını da özünüz bilirsiniz də, məhkəmə prosesində siz olmuşsunuz. Bəs siz necə düşünürsünüz? Hansı vəsadət təmin edilsəydi
Daha sonra eşitsin. Mən hesab edirəm ki, bax Hikmət müəllimin həmçində 2 vəsadəti mən eşitdim orada. Fərid müəllimin bir də Hikmət müəllimin verdiyi vəsadətlər. Həmçinin Fərid müəllimin orada bir belə deyək, indi buranın mövzusu deyil, gözəl bir belə deyək, yoxlama məqsədi ilə bir söz dedi. Və o da öz təsdiqini orada tapdı. İndi sən bilirsən mən nə deyirəm, amma yenə də bu nəzərə alınmadı. Maraqlısı bundaydı. Ha. Bu da onların bir dəqiqənin içində açıldı məsələ. Yəni bu da Fəridin təbii ki, peşkarlığına irəli gəlirdi. Amma mən hesab edirəm ki, məsələn, Hikmət müəllimin verdiyi vəsadət təmin olunsaydı, orada fərqli də ola bilərdi. Salam dostlar. Bu günə təqdim edəcəyimiz, yəni müzakirəmiz bundan ibarət idi. Qeyd edim ki, bu gün Arzumun son məhkəməsi baş tutacaqdı. Lakin baş tutdu, məhkəmə keçirildi. Lakin məhkəmə təxirə salındı. Təxirə salınmanın səbəbi isə təqsirləndirilən şəxsin vəkillərinin məhkəməyə gəlməməsi idi və bu səbəbdən məhkəmənin növbəti icrası, yəni yekun icrası, çıxışlar mərhələsi iyulun 2-sinə təyin edildi. İyulun 2-də mənim ad günümdür. İstəyirdim ikisi qalım evdə, amma ikisi səhər tezdə məhkəmədə olamaq olacaq. Nəyəsə, belə ikisi nələr olacaq? Çox güman ki, təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışları edəcəklər və bundan sonra artıq söz veriləcək zərər çəkmiş şəxsin də bir fikrini alacaqlar. Ondan sonra son söz çıxış üçün veriləcək İlduzə Hacıyevaya. O da son söz dedikdən sonra artıq məhkəmə müşavirəyə gedəcək. Müşavirəyə gedib qayıtdıqdan sonra artıq hökmü elan edəcək. Hökmdə nə olacaq? Onun artıq ayın 2-si məlum olacaq. Belə. Dostlar, canlının bəyənək bir də takip edək, zəhmət olmasa. Orxan bəy, icazənizlə mən çıxım. Oldu, təşəkkür edirəm. Gecəniz xeyir. Atarım ki, vaxtınızı ayırdınız bizə. Çox maraqlı oldu. Sağ olun, gecəniz xeyir. Sağ olun. Orxan müəllim, mən də çıxım. Hamıya uğurlar arzu edirəm. İnşallah düşünürəm ki, Allah böyükdür. Hər iki tərəfə, yəni yaxşı olsun da, xeyirlisi nədirsə olsun. Belə. Çox təşəkkür edirəm. Bu işdə olmuşsunuz, artıq bilirsiniz nə var, nə yox. Yenə də xeyirlisi. Bəli, inşallah, nə bilim, Allah amala da rəhmət eləsin. Sənbər xanıma da Allah can sağlığı versin ki, toparlansın, özünə də gəlsin. İnşallah Arzumun da 4 balasına Allah onu bağışlasın. Nə deyim? İnşallah. Çox sağ olun. Sonda bir söz deyim, çıxmamışdan. Türk neydi bunun adı? Şahidin adı neydi? O Şahidin. Bəxtindirdin, Müjgan. Türkər xanım, deməli Müjgan xanım məni mütəmadi olaraq sizlə qorxuzur ki, Türkər xanım sizin barənizdə tədbir görəcək. Məhkəməyə verəcək. Ya Allah eləməsin. Getməyəcəm. Siz özünüz mənə dediniz onu. Vallahi elə şey yox. İstəməm, nə ad qoymuşdunuz? Mən mütəmadi, bax, öz də buradadır, bax, eşidək. Bax, öz də Müjgan xanımı buradadır. salamlayıram. Gəlmişdi yanıma, bəli. Müjgan xanım Deməli, məndən şikayətə gəlmişdi. Mənə dedi ki, bəs görərsiniz, canlıda dedi, Orxan canlısında tədbir görəcək. Türkər xanıma deyəcəm, sizlə bağlı tədbir görəcək. Yəni, məni sizlə qorxuzur. Neyse, Orxan mən, doğrulmam, qorxacaq bir şey var, şəklimdən görürsünüz. Qorxacaq bir durumdayım. Yox, söhbət belə deyək də, fizikdən getmir. Bilirəm. Söhbət deyil, məhkəməyə verəcəm sizi və görəcəksiniz. Mənim vəkilim var. Yəni, deyirəm sizə bilin. Çox sağ ol.
Sorma. Bir şey yok. Narahat olma. Sağ ol. Sağ olun Orxan müəllim. Hə, tamam. Yəni adını qoymusan da. Nə qoymuşam adına qardaş? Jennifer Lopez. Hə, Jennifer Lopez. Yaxşı, gecəniz xeyrə qalsın. Gecən xeyir Orxan. Görüşərik. Belə dostlar. Müzakirə elədik. İndi nə dərəcədə yaxşı alındı, necə alındı, bunu siz deyə bilərsiniz. Çalışdıq ki, hər üç vəkilin fikrini alaq. Qeyd edim ki, hər ikisi, yəni həm Mirdamət müəllim, həm də Rami müəllim ilk əvvəldə belə bir məsələnin olduğunu bilirdilər. Belə bir məsələnin olduğunu bilirdilər. Sadəcə üzürlü səbəbdən qoşula bilməyiblər. Yenə deyirəm, bəzi insanlara sözümü çatdırmaq istəyirəm ki, bu məsələni biraz mən tərəfdən işıqlandıranda başqa cür başa düşülür. Prim yığırlaməyə mən bir daha baş salım ki, prim sözü mənim üçün ayıb deyil. Bizim işimiz elə prim tutmaqdır. Çünki biz xəbərimizi yazırıq və çalışırıq ki, eksklüziv xəbər yazaq və rəqiblərimizi qabaqlayaq. Və artıq bunu gündəmdə saxlayırıq. Gündəmdə saxlamaqda bu prim sayılır. Belə çıxmasın, Avropa ölkələrində jurnalistlər bir mövzunu həftələr, aylarla müzakirə edir. Ancaq bu prim anlayışı ümumiyyətlə bu sahəyə aidiyyəti olmayan insanlar üçün bəli, eyib sayılır. Onlar bu məsələdə prim tutmalı deyil. Belə. Mən sadəcə bir onu deyə bilərəm ki, azad olsa da, məhkəmə zalından buraxılsa da, həbs olunsa da mənim üçün bir anlayış var. Xəbər. Xəbəri birinci verməli. Yəni mənim üçün qəti maraqlı deyil. Qəti mənim üçün maraqlı deyil ki, o ev dustaqlarına buraxıldı, məhkəmə zalından azadlığa buraxıldı və yaxud da məhkəmə zalından həbs edildi. Mənim üçün buna heç bir anlamı yoxdur. Heç bir anlamı yoxdur. Mənim üçün bir anlamı var. Xəbəri eşidən kimi birinci öz saytımızda, yəni redaktor olduğum Zahar müəllim, Asaf müəllimin rəhbərliyi altında çalışdığım unikal az saytında birinci vermək və rəqiblərimi qabaqlamaq. Qutardı getdi, mənim üçün bu anlayış var. Bir daha təkrarlayıram. Məhkəmə zalına həbs oldu və ya da azadlığa buraxıldı. Mənim üçün heç bir məna kəsb eləmir. Mənim yanaşmam budur.